63 nömrəli suala baxırıq. Bir üzündə A, B, C, D, E və F hərflərindən biri, digər üzündə 1, 2, 3, 4, 5, 6 rəqəmlərindən biri yazılmış 6 kartın ikisi qara, ikisi yaşıl, ikisi ağdır. Və gəlin onda biz burada kartları düzək, ən azından hərfləri yazaq, hərfləri nəzərən həm rəqəmləri tapmağa çalışaq, həm də rəngləri. Kartların bir üzündə hərflər var, bir üzündə rəqəmlər. Bir də deyir ki, 2 dənə qaradır, 2 dənə yaşıldır, 2 dənə ağ. Bunları da buraya yazıram ki, tapdıqca üstündən xətt çəkə bilim. Bir C kartında 3'dür, D-da 2'dir, A-da 1'dir. Bunları bizə verir. C-da 3, D-da 2, A-da 1. Onda 1, 2, 3'ü buradan silirəm. Sonra deyir ki, B və C kartları yaşıldır. B-yə və C-yə yazıram yaşıl. Onda yaşılları da silirəm. A kartı qaradır, E kartı ağdır. A kartı qaradır, E kartı ağdır. Bunlar da bizə verdi. Qara və ağlardan biri getdi. Onda qaldı bir qara, bir ağ. İndi D ilə F-dan biri qaradır, biri ağdır, bilmirik. Yaşıl rəngli kartların birində 4 yazılıb. Baxıram ki, yaşıllar B və C-dır. Biri 3-dürsə, elə o birinə də yazıram 4. Onda 4 də getdi. Qaldı 5 və 6. Və ipuçları bitdi. Rəqəmlərdən 5 və 6 qalıb, rənglərdən qara və ağ qalıbdır. Ağ rəngli kartlarda yazılmış rəqəmlərin cəmi neçə ola bilər? Ağ rənglərdən biri E-dir, 100%. E-yə biz nə verə bilərik? Ya 5 ya 6. 5 də ola bilər 6 da. Çünki 2 dənə tapılmayan var, 2 dənə rəqəm var. E-nin bir dənə 5 olduğunu düşünək. Düşünək ki, onda E-yə bir dəfə 5 verəcəm, bir dəfə 6. Bəs o biri ağ hansı ola bilər? Bizə nə soruşur? Ağ kartlardakı rəqəmlərin cəmi. O biri ağ, rəngi tapılmayan 2 dənə var. D və F. Biri qara olacaq, biri ağ. Düşünək ki, o biri ağda F-dır. Birinə 5, birinə 6 verəndə eləyir 11. Və yaxud da ki, E-yə 6, F-ya 5 versəydim, yenə eləyir 11. Deməli, bu oldu bir versiya. Amma ola bilər ki, F ağ olmasın. Deməli, 11 oldu bir versiya. Ola bilər ki, F ağ olmasın, F qara olsun, D ağ olsun. Onda yenə ağları toplasaq, E və D, 5 üstə gəl 2, eləyir 7. Bir də biz demişdik ki, E 5 də ola bilər, 6 da ola bilər. Onda E 6 olsa, 6 üstə gəl 2, eləyir 8. Deməli, 3 dənə ehtimal var, 7, 8, 11. 2, 1, 2, 4. Cavab olur D variantı.